Salam Rüfət bəy. Salam Vüsal bəy. Mən sizi dəvət etdim. Sizin bu Ev Satıram TV kanalını izlədiyimiz üçün. Rüfət bəy, ev həm gözəlliyi, həm də müasir üslubda tikilməsi ilə diqqət çəkir. Şükür Allaha. Sizi dəvət etdik ki, bizim əmlakımızın satışında sizin vasitənizlə bunu satışa çıxaraq, satışı təmin olunsun. Həyətimiz göründüyü kimi yaşıllıq ərazisi, qazon deyək, ağaclar, bunların hamısı damlama və çiləmə avtomatik su sistemi ilə təchiz olunub. Səhər 8 yarısı, axşam 8-də avtomatik suvarma işləri görülür. Həyətdəki hovuzumuz 6-nın 12-yə daşıma sistemidir. Həyətdə axıran otağı, saxlanc otağı, hamam, sanuzel mövcuddur. Oturmaq üçün balaca yer təşkil olunmuşdur. Evimizin həyətdə 30 tonluq monolit betonla təmin olunmuş su ehtiyat çəni var. İşıq, su, qaz bunlar təbii ki daimidir. Evin ümumilikdə özü 280 kvadratdır, 6 otaqdan ibarətdir, 3 sanuzeldən ibarətdir. Dam örtüklərindən desək, hamısı Almaniya istehsalı olmuş dam örtüklərindən istifadə olunub. Ev ümumi olaraq monolit betondur. Çöl divarların hamısı 2 qat Bakı kubiki ilə hörülüb. İç divarlar da hətta Bakı kubiki ilə hörülüb. Evin altı 1 metr 50 santima yaxın qazılıb, monolit beton vurulub, içi doldurulub, drenaj sistemi də təchiz olunub ki, evdə hər hansı bir nəmişliyə qarşı problem yaranmasın. Başqa evimizin arxa həyətini sırf meyvə ağacları üçün nəzərdə tutmuşuq. Qabaqda meyvə ağaclarından istifadə eləməmişik, sadəcə biraz dekorativ gül ağac belə bir şeydən istifadə eləmişik. Rüfət bəy, fikir verdim, evin arxasında biraz elə bir ki, bəzi ağaclar quruyub, yaşıllıq, yəni saralmış vəziyyətdədir. Onun səbəbini deyərdiniz. Onun səbəbi mən belə deyim sizə, biz keçən il bu dediyim kimi əvvəldə vurğuladım, damlama və çiləmə su sisteminə avtomat keçən il qoşduq bunu. Keçən ilə qədər orada biraz həyətə baxan bağbanın deyək, səhlənkarlığından irəli gəlib bunların hamısı. Ağac əkimi də mənə deyiblər sentyabr, oktyabr bu aylarda əkilməlidir deyə, indi qismət olmayıb. Yəni bu il əkilsə inşallah bu il əkilməlidir. Rüfət bəy, niyə məhz bu ərazidə 12 sot torpaq alıb burada ev tikməyə qərar verdiniz? Ümumi bu ərazidə olmağını da deyim mən sizə. Deməli bizdə bir-iki dənə variant var idi. Bunun tikmə səbəbi oldu ki, digər torpaq sahələri belə deyək, oturub maşınla dənizə gedirdik. Əgər tiksəydim orada. Mən də bağın marağını belə bir şeydə görürəm ki, bağın mənası, marağı odur ki, sən dənizə piyada olaraq getməyin məncə daha gözəl və məqsədə uyğundur. Onun üçün burada bir də ən əsası, burada bilməm bilirsə yox, bu lap çoxdan dövrlərdə SSR-in vaxtında burada çoxlu düşərgələr olubdur. Hava iqliminin çox yaxşı və gözəl olduğu üçün. Burada mən deyərdim ki, biz 2020-ci ildə tikintisinə başlamışıq, 2021-də bitirmişik buranın tikintisini. Bir 2 fəsil, 3 fəsil mütəmadi yay sezonunun, hətta Novruz bayramı zat sezonları, yeni sezonlarında da gəlib qalmışıq. Burada o yay sezonunda 3 ay yay sezonunda o ağır hava olur, nəm hava olur. Məsələn burada o bizdə hiss olunmur. Yox, hiss olunmur. Rüfət bəy, mən sizə bu sualı səbəbsiz vermədim. Çünki alıcılar əsasən 2 kateqoriyaya bölünür. Bir qismi dənizə yaxın ərazilərə üstünlük verir. Bəli. Digərləri isə bir qədər yuxarıda, hündür yerləri seçir. Bu bir çox adam, mən belə deyim sizə, bir çox adam var bizim qohumlarda, hətta burada yuxarıda, üst tərəfdə fikirləşirlər ki, oranın havası buradan sərin olur. Amma mən sizə deyərdim ki, həmin qıraqda olan yerlərdə, nəinki burada, başqa ərazilərdə də var da, digər rayon deyək, Bakının rayonlarında. Biz oralarda istirahətə gedirik, qonaq gedirik. Valla mən sizə deyim, bugünkü gün burada olan hava orada yoxdur. Besatqamız, verandamız belə deyək, 25 nəfərlik oturacaqla
Bu rahatdan bağ mebellərindən təmin olunubdur, divanla təmin olunubdur. Başqa Deyirəm bir anlıq təsəvvür edirəm. Buradan qaçıb birbaşa hovuza kəllə vurmaq nə gözəl olardı. evin ümumilikdə özü 280 kvadratdır. Evdə neçə yataq otağı var? 5 yataq otağı var. Ümumilikdə 6 otaqdan ibarətdir. Oturma otağı da aşağıda. Bir mətbəxdir. Ümumilikdə 3 sanuzeldən ibarətdir. Bir yataq otağı birinci mərtəbədədir. Qonaq üçün nəzərdə tutulub. Ona görə aşağıda bir yataq otağı salınıb. Dörd yataq otağı yuxarıdadır. Rüfət bəy, kommunal xidmətləri haqqında da məlumat verin. Kommunal xidmətlər mən belə deyim sizə, məsələn qaz sayğacı dünən, hətta deyə bilərəm, tam dəqiq 2023-cü ildən bu tərəfə 161 manat qaz pulu gəlib. Su sayğacını özüm tam qoşdurmamışam. Nə üçün? Aylıq stabil olaraq fərqi yoxdur, yay-qış. 23 manatdan ödəniş olunur. İstəsəz onu sayğaca keçirə bilərik, amma sərf eləməsin. Çünki həyətə gündəlik olaraq 4 ton, 3 ton, 5 ton mən su var bilən su işlədirəm. İşıq da ki, normal da, yəni kondisioner sənədlər tam qanuni çıxarışdır. Sayğaclarda hamısı öz adımadır, hamısı da çıxarışdır. Və əsas məsələ qiymət. Qiymət 500 min manat start qiymət nəzərdə tutmuşuq. İndi təbii ki, burada belə deyək də, siz bu işin görənisiniz. Biz satıcı ola bilərik, kimsə də alıcı ola bilər, amma bu işin professionalımı desək, bu işlə məşğul olan sizsiniz. Təbii ki, indi bazarlıq deyilən bir şey bu bütün sahələrdə var. Biz start olaraq 500 min demişik. Sizin də real təklifiniz, müştəriniz nə olsa deyərsiniz inşallah.